Davam edirik. Ölkə üzrə iri ticarət mərkəzlərində, bazarlarda və digər iaşə obyektlərində qeydə alınan yanğın hadisələrinin səbəbindən danışacağıq. Bu cür hadisələrə səbəb nədir? Hər dəfə deyildiyi kimi qısa qapama yoxsa elektrik təsərrüfatının düzgün qurulmaması, daha dəqiq desək, elektrik naqillərinin standartlara cavab verməməsi. Gəlin Rəşad Vəkiloğlu'nun bununla bağlı süjetini bərabər istəyək. Çok yoktu ki adamla bu kadar. Şitin üzerinde nasıl sana? Bu da işte dölük adam. Bu, Burada da, bura baxın. o açıktı da tabii. Ona bir tane tokunan şey olsa hiç onu ben asmam onu. Bu şəxs paytaxtda ən böyük ticarət mərkəzlərindən birinin rəhbəridir. Gəlsin nazirliyin işçisi mənim yanımda. Mən sizinlə niyə müsahibə aparırım? Nazirliyin işçisi gəlsin, mənə göstərsin ki, burada səhvlik var. Dediyinə görə yüzlərlə insanın çalışdığı bu məkanda yanğın olarsa anında reaksiya vermək üçün hər cür yanğın əleyhinə tədbirlər görmək mümkündür. Bəs yanğının baş verməməsi üçün necə? Elektrik təsərrüfatı yetərincə standartlara cavab verirmi? Yəni 100-dən 10% ola bilər təhlükə var. Amma ki o Təhlükəni aradan təhlükəni də aradan qaldırmaq üçün 150% bizim qoruyucu işlərimiz var. Paytaxtda fəaliyyət göstərən bir neçə iri ticarət mərkəzinə də baş çəkdik. Bu sahibkarlıq obyektindəsə nəinki elektrik təsərrüfatının sazlığından söhbət gedə bilməz. Ticarət mərkəzinin göz gördükcə hər qarışında yanğın təhlükəsi saçırdı. yanğın hadisəsinə ilkin müdaxilə üçün iri bazarlarda, ticarət mərkəzlərində bu formada yanğın qurğuları, avadanlıqları quraşdırılır. Ancaq olduğumuz bu bazarda nəinki bu avadanlıqlar işlək vəziyyətdə deyil. Əksəriyyətin heç su borularını söküb aparıblar. Bəs ölkədə yanğın təhlükəsi hələ də qalmaqda davam edən sahibkarlıq subyektlərində yanğın əleyhinə maarifləndirmə tədbirləri plandan kənar və planlı yoxlamalar aparılmır? Bu problemlər qarşısında iri ticarət mərkəzlərində, bazarlarda yanğınların baş verməsinə səbəb bu məkanlarda elektrik təsərrüfatının düzgün quraşdırılmaması, eyni zamanda elektrik xətlərinə əlavə müdaxilələrin edilməsi və bundan başqa elektrik xətlərinin yanan materiallar üzərindən quraşdırılmasıdır. Hansı ki, elə olduğumuz bu bazarda da elektrik xətlərinə baxmaq kifayət edir ki, burada hər an yanğının baş verməsi qaçılmaz ola bilər. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin rəis müavini Cəmil Xudiyevin sözlərinə görə təkcə ötən ilin müvafiq dövründə ölkə ərazisində 31 mindən çox sahibkarlıq fəaliyyətinin təşkil olunduğu ticarət obyektlərində yoxlama aparılıb. Texniki müayinələr zamanı pozuntuların və yanğın risklərinin aşkarlandığı əsas məkanlar bazarlar olub. Təəssüflə vurğulayacağıq ki, 30 mindən artıq obyektdə də pozuntular aşkar edilmişdir. Bu ümumilikdə göstəricilərin 95% üzərində olması qənaətinə gəlməyə tam əsas verir ki, bu da obyektlərdə gələcəkdə yanğın hallarının baş verməsi risklərini yüksək saxlayır. Bununla bağlı tərəfimizdən atılmış addımlar, inzibati tədbirlər görülür, barələrində cərimə sanksiyaları tətbiq olunur. Hətta kobud qayda pozuntusu ilə istismar olunan obyektlərdə 100-dən artıq sahibkarın fəaliyyətinin məhdudlaşmasına bağlı qərarlar belə qəbul edilib. Rəşad Vəkiloğlu, Pərviz Dilqaroğlu, Space xəbər.